Salam əziz şagirdlər, bugün biz qoşma haqqında öyrənəcəyik. Qoşma nədir? Biz bilirik ki, köməkçi nitq hissələri 5 dənədir. Hansılardır? Qoşma, bağlayıcı, ədad, modal söz, nida. Köməkçi nitq hissələri heç bir suala cavab vermir, özünün müstəqil leksik mənası olmur, bir cümlə üzvü kimi deməli iştirak etmir və qoşmanın digər köməkçi nitq hissələrinin müəyyən məna növləri var ki, bugün biz qoşma haqqında öyrənəcəyik. Deməli, qoşma köməkçi nitq hissəsidir. İsmin adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşularaq müəyyən məna çalarları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşma dedik ki, ismin hansı halına qoşulur? Adlıq halına, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşulur. Və qoşmanın 8 məna növü var. Hansılardır? 1. Birləşdirmə, vasitə qoşması. Hansı qoşmalardır? İlə, lalə, cacə qoşması. Məsələn, mən rəfiqəmlə parkda gəzdim. Lalə burada birgəlik bildirən qoşmadır. Rəfiqəm ilə parkda gəzdim. Növbəti bənzətmə qoşması. Kimi, qədər, tək, təki, cacə. Sənin kimi mən də güclü olmaq istəyirəm. Sənin kimi bir bənzətmə var. Sənin qədər, sənin tək, sənin təki. Səncə mən də güclü olmaq istəyirəm. Yəni sən qədər mən də güclü olmaq istəyirəm. Deməli bunlar nədir? Bənzətmə bildirən qoşmadır. Məsafə bildirən qoşma var. Kimi, qədər, dək, can, cən. Evə kimi dostumla getdim. Evə kimi bir məsafə var. Bir məsafə anlayışı bildirən kimi qoşması. Evə qədər dostumla getdim. Evə dək dostumla getdim. Evə cən dostumla getdim. Deməli bunlar nə oldu? Məsafə bildirdi. İstiqamət bildirən qoşmalar. Tərəf, doğru, sarı, qarşı. Yəni evə tərəf birlikdə getdik. Evə doğru, evə sarı, evə qarşı. Bunlar da bildirdi istiqamət, yön, istiqamət. Zaman bildirən qoşmalar var. Əvvəl, sonra, qabaq, bəri. Səndən əvvəl, səndən sonra, səndən qabaq, ondan bəri. Bunlar olur zaman mənası bildirən qoşmalar. Yəni zaman qoşmaları. Səndən əvvəl Kamal gəlmişdi. Əvvəl, səndən qabaq, səndən sonra. Fərqləndirmə bildirən qoşmalar var. Hansıdır? Başqa, qeyri, savayı, özgə, ayrı, əlavə. Səndən başqa, səndən qeyri, səndən özgə, səndən savayı, səndən ayrı. Bax, bunlar hər biri fərqləndirmə bildirən deməli qoşmalardır. Aidlik, məxsusluq bildirən qoşmalar var. Bunlara nələr aiddir? Aid, dair, məxsus, haqqında, haqda, barəsində, barədə. Bunlar da aidlik, məxsusluq bildirən qoşmadır. Səbəb, məqsəd, istinad bildirən qoşmalar var. Üçün, ötrü, görə, əsasən. Səbəb, məqsəd, istinad. Deməli, hansılar oldu? Üçün, ötrü, görə, əsasən. Və qoşmaların amonimliyi, sinonimliyi var. Qoşmaların sinonimliyi dedikdə, demək olar ki, burada məsələn götürək bənzətmə qoşması. Sənin kimi mən də güclü olmaq istəyirəm. Sənin kimi, qədər, tək, təki. Bunlar sinonim bildirən qoşmalardır. Və amonimlik bildirən deməli qoşmalar var ki, məsələn götürək bənzətmə ilə məsafə. Bənzətmə qoşması qədər, kimi, məsafə qoşması qədər, kimi. Yəni evə qədər rəfiqəmlə getdim. Evə kimi və yaxud sənin kimi, sənin qədər. Bu da bənzətmədir. Və yaxud kimi əvəzliyi var, qeyri-müəyyən əvəzlikdir ki, bunlar amonimlik təşkil edir. Daha sonra qoşmalar haqqında, qoşmalardan sonra vergül işarəsi qoyulmur. Dedik ki, qoşma digər köməkçi nitq hissələrindən
qoşmaların fərqi ondan ibarətdir ki, qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur və isimin deməli şəkilçilərini qəbul edir. Cəm şəkilçilərini, hal şəkilçilərini, şəxsəbərlik şəkilçilərini qəbul edir. Məsələn, sözüm sənin kimilərədir. Kimi, sənin kimilərə. Baxın, kimi qoşması burada cəm şəkilçisi qəbul edib, bir də hal şəkilçisi qəbul edib. Deməli, aiddir. Demək ki, bu dərs qoşmaya aiddir. Aiddir burada şəxsxəbərlik şəkilçisidir və aidlik, məxsusluq bildirən aid qoşmasıdır ki, isimin şəxsxəbərlik şəkilçisini qəbul edib və ismi xəbər vəzifəsində iştirak edib. Dərsimiz bu qədər əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək.